qolumu qaldıra bilmirəm. Baba, yavaş-yavaş qaldıram, elə biləm ki, buramda nəsə. Üçün bu tərəfimdə problem var. Ayağımda da vəziyyəti. Bax, qolumu qaldıram, belə ağrıya-ağrıya qalxır. Neyniyim buna, doktor? Çox adamlarda bu şikayət var əslində. Götürürsən günəbaxan yağı, onu qabda isidirsən, isidəndən sonra içərisinə əlavə edirsən, xardal tozu hər yerdə var. Və bir xörək qaşığı bal, onu qarışdırandan sonra 3 qat cuna qoyursan, ya bintdən düzəldirsən, ya cunadan, üstünə yaxırsan onu. Altına da təbii ki, mütləq salafan qoymalısan, keçməsin də aşağı. Onu götürürsən, ondan sonra həmin yerə əlinlə baxırsan ki, yandırmasın da. Yandırır, hə o? Yox, günəbaxan yağını isitmirsən axı. Qaynar ola bilər. Əlini vurursan, yandırmır, o anda ora bağlayırsan, çölündən də, üstündən də yun bağlayırsan, yumşal. Yun bağladın, səhər durursan ki, artıq qolun normal düzəlib.